2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərinə həyata keçirdiyi raket hücumları nəticəsində zərər çəkən ailələrdən biri də Gəncə sakini Şirinov Səxavət Binnət oğlunun ailəsidir. Hadisədən 6 il keçməsinə baxmayaraq, ailə hələ də evlərinə dəyən zərərin tam kompensasiya olunmadığını bildirir. Şirinov Səxavətin sözlərinə görə evə dəymiş zərərlə bağlı müvafiq akt tərtib edilib. Lakin buna baxmayaraq, kompensasiyanın ödənilməsi ilə bağlı proses illərdir nəticəsiz qalıb. O iddia edir ki, Gəncə şəhər icra hakimiyyəti və aidiyyətli qurumlar tərəfindən onların zərəri barədə məlumatlar ya tam şəkildə yuxarı instansiyalara təqdim edilməyib, ya da ixtisar olunub. Bu iddiaların rəsmi təsdiqi yoxdur. Ailə bildirir ki, Şirinov Səxavətin 2 övladı Vətən müharibəsi veteranıdır. Onların sözlərinə görə müharibənin yaratdığı mənəvi yük və raket hücumunun ailəyə vurduğu zərər uzun illərdir həyatlarına ciddi təsir göstərir. Xaraba vəziyyətdə qalan ev isə bu ağrı və çətinlikləri daha da dərinləşdirir. Şirinov Səxavət iddia edir ki, 2024-cü ildə onlara bank hesabı açdırmaları tövsiyə olunub və bildirilib ki, həmin hesaba evlərinə dəymiş zərərə görə 30.000 manat kompensasiya köçürüləcək. Ailənin sözlərinə görə bu vəddən sonra onlar bank hesabı açsalar da indiyədək həmin vəsait ödənilməyib və deyilərlər reallaşmayıb. Ailə qeyd edir ki, raket hücumundan sonra dövlət tərəfindən yalnız 1000 manat məbləğində birdəfəlik maddi yardım alıblar. Onların iddiasına görə sonrakı mərhələdə ödənilməli olduğu deyilən kompensasiyalar isə bu günədək verilməyib. Şirinov Səxavət hesab edir ki, Prezident İlham Əliyevin raket hücumlarından zərər çəkmiş vətəndaşlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tapşırıqlarına baxmayaraq, yerli səviyyədə yaranmış problemlər səbəbindən onların hüquqları bərpa olunmayıb. Bu səbəbdən Şirinov Səxavət Binnət oğlu media vasitəsilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək məsələnin şəxsi nəzarətə götürülməsini, ailəsinə dəymiş zərərin obyektiv araşdırılmasını və qanunvericiliyə uyğun kompensasiyanın ödənilməsinə köməklik göstərilməsini xahiş edir. Şirinov Səxavət Binnət oğlu. Sizin probleminiz nə ilə bağlı idi? Problem bax, bomba atılmaq, dağılmaq ərəfəsində mən 2000 deməli müharibə başladı atılandan sonra burada bu 44 günlük müharibədə ermənilər tərəfindən atılan İskəndər raketlərinin yəni bu dağıntı ilə əlaqəli neçə dəfə gəliblər, yazıblar, ölçüblər, gediblər, amma heç bir nəticə verməyib. Axırıncı dəfə 2024-cü ildə yenə gəlib ölçüblər, yazıblar. Getmişəm Bakıya, Bakıda bana şəhər salmadan bankdan şot açdırıblar. 30.000 dedilər pul yazılıb deməklərinə görə. Amma bana heç bir akt göstərilməyib. 30.000 pul dedilər yazılıb, amma sizə 1 manat belə pul ödənməyib. Heç bir manat ödənilməyib. Yəni, amma o qorxu pulu 1000 manat onu almışam. Stres pulu 1000 manat almışsınız. Əlavə lakin akt tərtib olunarkən sizə deyilən 30.000 manatdan heç nə alınmayıb. Bank hesabını yoxlamısınızmı ki, bank hesabına nəsə vurulur? Neçə dəfə yoxlatmışam, mənim adıma heç nə olmayıb. Yəni bankdan pul köçməyib. Məsələ ilə bağlı kimlərə şikayət edirsiniz? Hansı qəbullara? Şəhər salmada çox getmişəm, prezident aparatına getmişəm, 3 dəfə nazirliyə getmişəm. Heç bir nəticə olmayıb. Efir vasitəsindən kimə müraciət etmək istəyirsiniz? Efir vasitəsindən mən hörmətli prezidentimizə, Mehriban xanıma müraciət etmək istəyirəm, xahiş edirəm, mənə köməklik eləsin. Mənim 2 uşağım müharibə iştirakçısıdır, 44 günlük müharibə veteranıdır. Yəni, hara gedirəm şikayətimize baxan yoxdur.